Salam əziz dostlar, biz bugün yeni və Siemens'in teoretik dərslərinə davam edirik. Deməli, teoretik dərslərimiz çox olmayacaq, 4 dərs planlaşdırırıq və ondan sonra artıq keçəcək praktiki hissəyə. Amma bu teoretik hissə hamımıza lazımdır. Burada ünvanlanmanı və modulları daha dərin izah edəcək hissə. Ona görə də xahiş olunur, diqqətlə qulaq asın. Gələcəkdə suallarınız olsa, birinci dərslərimizə baxıb suallara cavab tapa bilərsiniz. Deməli, əgər hər bir PLC özündən CPU və giriş-çıxış sistemini təmsil edirsə, yəni gördüyümüz bu şəkildə tam olaraq onu özümüz üçün bu şəkildə təsəvvür edə bilərik. Gördüyünüz kimi adres şina deyilə Azərbaycan dilində, rus dilində rus dilində şina deyilə Azərbaycan ünvan şını deyə bilərik. Sonra data şını da ayrıdır. Read-write əməliyyatları da ayrı olunur. Və daha geniş baxsaq buna, yəni adres ünvanlama şını birdir, read əməliyyatları bir olunur və data əməliyyatları da bir şın üzrə gedir. Eyni cürdə yazma əməliyyatları və adres şinasının şınının bir olması bizə nəyə imkan verir? Bir adresdən həm inputa, həm outputa müraciət edə bilərik. Növbəti deyəndə bu slaydımızda CPU-nun içində PII və PIQ memorisi yerləşir, yəni yaddaş yerləşir. Rus dilində buna obraz deyirlər, Azərbaycan dilində də image, yəni obraz deyə bilərik. Bu obraz nə üçün istifadə olunur? Hər siklda PLC starta başlayanda bu obrazları oxuyur və girişlərlə compare edir, yəni yoxlayır ki, düzdür, yoxsa yox. Hər bir dəyişiklik olanda birbaşa girişə və çıxışa yaza bilir. Və siz adətən PLC ilə işləyəndə birbaşa obrazla işləyirsiniz, fiziki çıxışla yox. Və hər sikl baş verəndə artıq PLC bu obrazdan götürüb hər hansı bir dəyəri ya çıxışa ya girişə yazır. Daha doğrusu çıxışa yazır və girişdən oxuyub bu girişə yazır. Ayrıca birbaşa fiziki çıxışla işlənməyi də sizə göstərəcəyik. Bu artıq bizim praktiki dərslərdə olacaq. Ünvanlama hər bir modulda 4 baytla götürülür. 4 baytla niyə? Hər modul üçün 32 bit ayrılıb və 4 bit zapas götürülüb. Bunu da yadda saxlayın. Növbəti deməli bu slaydımızda isə bitlərə müraciət necə olunur və hər baytda hər biti necə istifadə edirik. Yəni bir bitsə, bir bitin içində 8 dənə bayt və bir baytın içində özür istəyirəm 8 dənə bit var. Məsəl üçün biz 2 dənə bayt istifadə etsək, artıq bizim müraciətimiz input obrazına aiddirsə, image'ine aiddirsə, EW yazılır və 4 bayta müraciət olunursa, deməli divert gedir. Bu ingilis dilində ya da divert yazılır, double word yazılır, belə, yəni 2 bayta müraciət olunur. Eyni cürdə physical çıxışa birbaşa müraciət etsəz, eyni cür olur. P byte, P word, P double word. Adreslər bir modulun üstündə, məsəl üçün bizim bu modulun ünvanı 4-dən başlayırsa, yəni bu 4 olacaq, aşağıdakı 5 olacaq, 6, bir də 7 və buradan başlayacaq 4-0, 4-1, 4-2, 4-3, 4-5, 4-6, 4-7, 4-8. 4-8 bu şəkildə göstərdiyimiz kimi. Eyni cür bu şəkildə Q çıxışlardırsa, əgər D16, D output 16 moduludursa,
Yəni Q40-dan Q47-yə kimi gedəcək. Bəli dostlar, modul aldıqda isə adətən komplektdə buna franştekер deyirlər. Bunu sifariş verməyi yaddan çıxarmayın. Yəni gələn siqnalları və kabelləri və gedən siqnalları siz bu franştekerdə bərkidəsiniz. Bu ümumi stoykaların qoşulma sxemləridir. Yəni bir stoyka ayrıca ola bilər, 2 stoyka və 4 stoykaya kimi əlavə edə bilərsiniz. Bu deməkdir ki, 32 dənə modul. Bir stoykanın içində, bir railin içində 8 dənə modul yerləşdirə bilirsiniz. 3 dənə də əlavə eləsəz artıq 32 ədəd modul deməkdir. Bunlar qoşulma sxemləridir. Bunun 4-cü dərsimizdə daha ətraflı danışaram sizə. Optik xəttlərlə birləşdirmədir ya da ki, Profibus, Profinet şəbəkəsi ilə birləşdirməkdir. Bu YT200 modulları, bunlar extended modullardır. Birbaşa sizin əsas CPU qoşulur və sizə modulların sayını artırmağa imkan verir. Bu da eyni YT200S-dir. Bunlar da repeaterlardır. Repeaterlar sizdə siqnalı uzatmağa imkan verir, daha uzun məsafələrə ötürmək üçün. Bugünkü dərs bu qədər dostlar. Əsas siz bu byte bit məsələsinə önəm verin. Bu lazımlı bir şeydir. Həm proqramlaşdırmada, həm PLC-nin proqramlaşdırmasını daha mükəmməl bilmək istəyirsinizsə, hər bir modulə sizdə ola bilsin ki, proyekt olsun, orada 16-20 modul olsun, hər modulun adresini vermək, hər modula müraciət etmək və hətta belə deyim də sürəti tənzimləmək, PLC-nin circle-ın tənzimləmək, hamısı sizin adres verməkdən və adresə müraciət, yəni ünvana müraciətdən asılı olacaq. Ünvanları daha da dərin keçəcəyik. Bu hələ ki birbaşa ünvanlardır. Bunlar birbaşa ünvanlardır və biz gələcəkdə artıq indirect addressing deyirlər buna ingilis dilində. Azərbaycan dilində dolayı ünvanlamanı keçəndə siz görəsiniz ki, bunlar necə zəruri və lazımlı məlumatlardır. Yenə də təşəkkür edirəm sizə. Çox sağ olun. Növbəti dərsdə görüşənədək.